Az ərzaqla 2 yuxa tortu. Gəlin birlikdə hazırlayaq. Bugün sizə mürəbbə suyunda bişmiş pambıq kimi yüngül yuxa tortu resepti göstərəcəyim. 1 stəkan yarım vişnə mürəbbəsinin suyunu qaba əlavə edirəm. Sonra üzərinə 2 stəkan şəkər tozu tökürəm. Şirin qoxusuyla evimiz bəzənir. Bir tikəsi yetər üzüm gülsün dərhal. Şəkəri tam həll olunana qədər yaxşıca qarışdırırıq. Ardınca 2 çay qaşığı soda əlavə edib yenidən qarışdırıram. Səbirlə açılır bu şirin möcüzə. Bir baxış bir dilim hamını çəkir. Damaqda iz qoyur sevgi kimi tər. Yuxa yuxa qat qat sevgi. Yuxa yuxa qat qat sevgi. Rəngi sizi qorxutmasın. Karamel rəngi alana qədər bişirməyə davam edin. Gördüğünüz kimi artık tam karamel rengine çevrildi. Üzerine 200 gram kərə yağı əlavə etdim. Sonra ocağı söndürürəm. Kərə yağı tam əridikdən sonra qarışımı biraz soyumağa qoyuram. Qarışım biraz soyduqdan sonra üzərinə 6 ədəd yumurtanı bir-bir əlavə edib yaxşıca qarışdırırıq. Onu tədricən əlavə edirik və ələ yapışmayan yumuşaq bir xəmir alana qədər yoğururuq. Üzərinə 1 paket vanil və 1 paket qabartma əlavə edirəm. Xəmir istədiyimiz kimi alındı. İndi isə kündələri hazırlayaq. Pambıq kimi yuxalar bir-bir düzülür. Şirin qoxusuyla evimiz bəzənir. Bir tikəsi yetər üzüm gülsün dərhal. Bu dadı bir dəfə unutmur heç kim. Krem üstündə Tam 11 ədəd kündəmiz oldu. İndi isə hər birini nazik şəkildə yayıb bişirməyə başlayaq. bir baxış bir dilim hamını çəkir. Damaqda iz qoyur sevgi kimi tər. Yuxa yuxa qat qat sevgi. Yuxa yuxa qat qat sevgi. Hər dilimi başqa dad verir. Bir dəfə dadan yenə istəyər. Bu tok ürəkləri fəth edər. Bu tok ürəkləri fəth edər. Vişnə dadı başqa gözəllik. Keli yumşaq özü möhtəşəm. Çay süfrəsi
Kendisine yaraşan tort herkes de yer, bir dilim de ver. Kırmızı leke ak krem üstünde, sanki bayram olar bir anlılık evde. Gülüşler yığılır stolun etrafına, bu tatlı sevinç dağılır yardaşlar. Krem üstünde yuha kat kat gelir, sabır ile açılır bu şirin mucize. Bir bakış bir dilim hamını çekir, damağda iz koyur sevgi kimi ter. Yuha yuha kat kat sevgi, her dilimi başka tat verir, bir defa dadan yine isteyer, bu tok yürekleri fetheder. Biraz daha ver hiç bitmesin. Xəmirimiz bişə-bişə gəlin kremi hazırlayaq. Qaba 3 yumurtanın sarısını əlavə edirik. Üzərinə 2 xörək qaşığı nişasta, 2 xörək qaşığı un və 2 stəkan şəkər tozu əlavə edib yaxşıca qarışdırırıq. Qarışımı tam həll etdikdən sonra üzərinə 1 litr süd əlavə edirik. Her dilimi başka tat verir, bir defa dadan yine isteyer, bu tok yürekleri fetheder. Kremimizi bişiririk. Krem bişirib hazır olduqdan sonra isə soyuması üçün ağzını streç plyonka ilə örtüb kənara qoyuruq. Yuxalarımız artıq bişir. Mən yuxaları çox şəkər aça bilmirəm. Ona görə də biraz əyri alındı. Amma narahat olmayın. Krem çəkdikdən sonra bu heç hiss olunmayacaq. Yuxaların kənarındakı əyri hissələri qapağın köməyi ilə dairəvi şəkildə kəsirik. Şirin kokusuyla evimiz bezenir, bir tikesi yeter üzüm gülsün derhal. Bu dadı bir defa unutmur hiç kim. Krem üstünde yuha kat kat gelir, sabır ile açılır bu şirin mucize. Bir bakış bir dilim hamını çekir, damakta iz koyur sevgi kimi ter. Yuha yuha kat kat sevgi, her dilimi başka tat verir, bir defa dadan yine isteyer, bu tok yürekleri fetheder. 5 ədəd yuxanı ayırıb hava keçirməyəcək şəkildə yaxşıca paketləyirəm. Sonra soyuducuya qoyuram ki, təzəliyini qorusun. Başka güzellik Kremin hazırlanma hissəsini çəkməyi unutmuşam. Krem soyuduqdan sonra ona 100 qram kərə yağı və 5-6 xörək qaşığı qatlaşdırılmış süd əlavə edib yaxşıca çalırıq. Beləliklə hamar və ləzzətli kremimiz hazır olur. Tortun kənarlarını blenderdən keçirib toz halına salırıq. İndi isə tortun üzərinə səpmək üçün hazırladığımız qırıntıları bir kənarda kloka yığırıq. Təəssüf ki, tortun kremləmə hissəsini çəkməyi unutmuşam. Kremi hər yuxanın arasına bərabər şəkildə çəkib tortu yığdım. Tortun üzəri üçün hazırladığım yuxa qırıntılarını yarıya böldüm. Yarısının üzərinə kakao əlavə etdim. Ağ-qara olması üçün. bir bakış bir dilim hamını çekir, damakta iz koyur sevgi kimi ter. Yuha yuha kat kat sevgi, her dilimi başka tat verir, bir defa dadan yine isteyer, bu tok Budur, pambıq kimi yumuşaq tortumuz hazırdır. Tortun birini hazırladım, digərini isə bu bitdikdən sonra kremləyəcəm. Resept xoşunuza gəldisə videonu bəyənməyi, şərhdə fikirlərinizi yazmağı və Nə var onu bişir kanalına abunə olmağı unutmayın. Növbəti reseptlərdə görüşənədək. Konağa gelen herkes gözünü ondan ayırmaz. Bir dilimle başlayıp herkes biraz dalar.
kat kat sevgi. Yuxa yuxa